Ənkəyimdin matur istəligi Duy büləgi mamıqdı mindərlərgə Ahırı sengip bolğan ənkəyiminin Dığa sözləri Var bolğız balaları deyip Var mindərlər ənkəy büləgi Yaşı kebek mamık mindərlərdə Ənkəy ruha izgi diləgi Var bulğız balaları deyip Var mindərlər ənkəy büləgi Yaşı kebek mamık mindərlərdə Ənkəy ruha izgi diləgi Tuğan jerim seni sağınğanda İşittən min qazılar tavaşın Ötkənlərinin Barlap xatirimdə balaşaqqa Baytıb barışım Var bulğız balaları deyip Var mindərlər ənkəy büləgi Yaşı kebek mamık mindərlərdə Ənkəy ruha izgi diləgi Невесту встречали в доме жениха. Чем? Подушкой. Зачем? Ее ставили на подушку. Да. В любом случае, даже если ее украли, даже если ее посватали, когда невеста приходит в дом жениха, ее ставили на подушку. А дальше чем встречали? У нас встречают на подушку, она встала, ей дают сразу масло и мед. И приговаривают, чтобы уста были твои мягкие, как масло, и сладкие, как мед. А для чего это? Это намек невесте, что ты приходишь в наш дом, и ты должна чтить и уважать наши традиции. Az yılıp baş iniş boylarında Ənkəm közün mamık ışırğan Bəxit dilib Bakmamıqdan ənkəy bizgə deyib Mindər tuturğan Var bulğız balaları deyib Var mindərlər ənkəy büləgi Yaşı kebek mamık mindərlərdə Ənkəy ruha izgi diləgi